Davam edirik. Bakıda Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə açılışı olan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfədir. Bu barədə indi bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Vəfa Seyidova danışacaq. Vəfa, buyurun, efirdəsiz. İtaliya-Azərbaycan əlaqələri şaxələnir. Dostluğumuzun daha bir nümunəsi İtaliya-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı oldu. Prezident İlham Əliyev İtaliyalı həmkarı Sergio Mattarella ilə burada iştirak etdi və daha sonra dostluq əlaqələrimizə şaxələndirilməsinə dair çıxış da həyata keçirildi. Onu xüsusilə qeyd etmək istəyirəm ki, bu universitetin layihəsi, təşəbbüsü hələ 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. 2022-ci ildə isə binanın məhz təməli qoydu və budur, bugün oktyabr ayının 1-i 2025-ci ildə tədris binası tələbələrin üzünə açılır. Biz hazırda laboratoriyalardan birindəyik. Bura tələbələrlə tədqiqatçıların işlədiyi bir məkan olacaq və məhz bu laboratoriyalar bir neçə ixtisas üzrə Milan Politexnik Universiteti və Bologna Universiteti tərəfindən həyata keçirilən bir layihədir. Onu xüsusilə qeyd edək ki, 2022-ci ildə ADA Universiteti ilə İtaliyanın 5 aparıcı təhsil, ali təhsil müəssisəsi arasında əməkdaşlıq sazişi imzalandı və ona əsasən də diplomların tanınması prosesi həyata keçiriləcək. Burada 538 tələbə bakalavr təhsil pilləsi üzrə təhsil alır daha doğrusu 102 nəfər isə magistrant var burada. Gələcəkdə 1000 nəfərə çatdırılması da planlar arasındadır buradakı tələbələrin sayının və ixtisaslara, fakültələrə gəlincə burada texnologiya, mühəndislik, kənd təsərrüfatı, qida ehtiyatları sisteminin işlənilməsi, qida texnologiyaları daxil olmaqla bir neçə ixtisas üzrə tədris həyata keçirilir və onu xüsusilə qeyd edim ki, ADA Universitetinin nəzdində fəaliyyət göstərir bu universitet və Prezident İlham Əliyev onu qeyd etdi ki, çıxışlarında bu universitet bizim dostluq əlaqələrimizin bir elçisi rolundadır. Mənim hələ ki, buradan çatdıracaqlarım, universitet barədə çatdıracağım məlumatlar qısaca bunlar idi. Sözü yenidən studiyaya ötürürəm. Təşəkkür edirik Vəfa, sizə ətraflı məlumatlar